15-ci qış Olimpiya oyunlarının açılışı keçirilir. Milan şəhərində səfərdə olan Gürcüstan prezidenti tədbirlər çərçivəsində ABŞ-ın vitse-prezidenti J.D. Vance və dövlət katibi Marco Rubio ilə görüşüb. Görüşlərdə iki ölkənin ortaq dəyərlərinə xüsusi diqqət yetirilib. Gürcüstan nümayəndə heyəti Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib. Prezident Mikhail Kavelaşvili müxtəlif ölkə liderləri ilə də görüşüb və İtaliya prezidentinin xarici dövlət başçılarının şərəfinə verdiyi rəsmi şam yeməyində iştirak edib. Avropa Şurası xarici müdaxiləyə qarşı fəaliyyətə başlayır və bu məqsədlə üzv ölkələrdən, o cümlədən Gürcüstan xarici informasiya manipulyasiyası ilə bağlı məlumatların paylaşılmasını istəyib. Şura dezinformasiya, media azadlığı, kibercinayətkarlıq, korrupsiya və seçicilərə müdaxilə kimi məsələləri araşdırır. Avropa Şurasının məlumatına görə müvafiq ekspertlər komitəsinin ilk iclası 27 yanvar 2026-cı ildə keçirilib. Komitəyə Gianluca Esposito rəhbərlik edib və bildirib ki, xarici aktorlar açıq cəmiyyətlərdə parçalanma və qorxu yaratmaqla öz geosiyasi məqsədlərini irəli aparmağa çalışırlar. Gürcü arzusu konstitusiya orqanlarının tanınması haqqında qanunvericilik təşəbbüsü hazırlayır. Sözü gedən təşəbbüsün ikinci oxunuşda qrantlar haqqında qanuna dəyişikliklərlə və qanunvericilik dəyişiklikləri paketinə daxil olan digər qanun layihələrinə əlavə olunacağı gözlənilir. Dəyişikliyə əsasən konstitusiya orqanlarının legitimliyini məqsəd yönlü şəkildə tanımayan və bu cür hərəkətlərlə başqalarını da açıq şəkildə çağıran şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Hakimiyyətin oponenti olan tərəflərin fikrincə isə bu qanunvericilik təşəbbüsü iqtidarın fərqli fikirləri məhdudlaşdırmağa çalışdığını bir daha təsdiqləyir. Bugün Təhsil Naziri Tbilisi Dövlət və Texniki Universitetlərinin nümayəndə heyəti ilə görüşəcək. Görüşdə təhsil islahatı və iki universitetin birləşdirilməsi məsələsi müzakirə olunacaq. Bu təşəbbüsə müxalifətlə yanaşı akademik dairələr və tələbələrin bir qismi də qarşı çıxır. Onların fikrincə iki universitetin birləşdirilməsi qəbul edilməzdir. Levən Xabeyşvili və Murtaz Odelovanın işi üzrə məhkəmə iclası davam edir. Bugün bir neçə şahid əsasən Murtaz Odelovanı həbs edən hüquq mühafizəçiləri dindirilib. Levən Xabeyşvili dövlət ittihamına görə rüşvət vermək və hökumətin devrilməsinə çağırış etməkdə ittiham olunur. Cinayət 4 və 7 il həbs cəzasını nəzərdə tutur. Murtaz Odelova isə Dövlət Təhlükəsizlik Xidmətinin müstəntiqinin fəaliyyətinə mane olmaqda ittiham edilir və bu bir ilə qədər həbs cəzasına səbəb ola bilər. Donald Trump bildirir ki, Avropa ölkələrinin ciddi problemləri var, xüsusilə də miqrasiya və enerji sahəsində. Onun sözlərinə görə Avropa özünü məhv edir və daha ağıllı olmalıdır. Trump deyir ki, o bütün ölkələrlə dostdur və hər kəsə kömək edib. Abu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri atəşkəsin icrası və hərbi əməliyyatların dayandırılmasının monitoringi üsullarını müzakirə ediblər deyə Rustem Umerov bildirib. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi sosial şəbəkədə yazıb ki, tərəflər üç tərəfli danışıqların davam etdirilməsində razılığa gəliblər. Vladimir Zelenski əlavə edib ki, növbəti danışıqlar raundu üçün hazırlıq aparılır və ehtimal ki, ABŞ-da keçiriləcək. Amerikada din geri qayıdıb və ölkədə inanc yenidən güclənib. Bu Donald Trump'ın növbəti bəyannatıdır. Onun sözlərinə görə 17 may tarixində Amerika 250 tədbirlər çərçivəsində dua günü keçiriləcək. Paytaxtda ictimai iaşə obyektlərinin yoxlamaları Qida Milli Agentliyi tərəfindən davam etdirilir. Yoxlamalar 20-yədək obyektə aparılıb. Onlardan 9-unda ciddi uyğunsuzluqlar aşkar edilib. Nəticədə işgüzar subyektlər cərimələnib və istehsal prosesi dayandırılıb. Aşkar edilmiş pozuntularla müddəti keçmiş qida məhsulları, izlənilə bilməyən məhsullar və agentlik tərəfindən tələb olunan sertifikat olmadan fəaliyyət göstərmək daxildir. Rustavi Azot müəssisəsinin əməkdaşlarının etiraz aksiyası başa çatıb. Administrasiya ilə razılığa gəlinib və işçilərin əmək haqqı 160 lari artırılacaq. Razılaşma Rustavi merinin iştirakı ilə əldə olunub. Görüşdən sonra bir neçə maddədən ibarət razılaşma imzalanıb. Onlardan biri məhz maaşların artırılmasına əhatə edir. Tətilçilər artıq iş prosesinə qayıdıblar.